Yaradıcılar tərəfindən çox da ciddiyəmi alınmır, yoxsa Uraqan artıq özü çəkilib deyə arxaya belə deyək, sanki bir qədər orada yaradıcılar arasında görünmürmü? Uluzay Akiflə üz-üzə gələndə deyir, abi kitablar, hekayələri yolla. Yollayırsan, mesaja cavab yazmır. Yəni mənə baxanda nə görürsə, siz olsunuz. Bu gün yazdığım mənim üslub da belə baxanda 11-ci əsrlərdə daha aktual idi. Mən o dəbə qaçmıram. Mən dəbin özünü formalaşdırıram, öz dəbimi yaradıram. Allahsızlar şəhəri çox adam hətta ilk başda elə bilir ki, bu şəhərdə Allah yoxdur, ateistik bir kitabdır, amma yox. Çoxdan da şeydən bilmirəm, yadımdan çıxıb gedir. Salam Emin bəy, xoş gəlmisiniz. Minnətdaram ki, Facebookda mən sizə yazdım, təklif etdim podkastı. Əziyyət çəkdiniz, gəldiniz. Təklifimi qəbul elədiniz. Hər vaxtınız xeyir. Öncəliklə təşəkkürlər ki, dəvət elədiniz. Mən də daha öncəki podkastlarınızı izləmişəm və bayaq daha gürəydi səsinə daha çox sevdim. İndi ciddiləşdik ona görə. belə deyim, bəlkə gedişdə asılsın. Gedişdə eşidilməyəcək, yəni zəif olacaqsınız. Ona görə deyim. O dediyim kimi nəticədə o davam eləyərik, çətin olur. Məncə ümumiyyətlə o dediyim bayaq səmimiyyətdən danışdığı, da bu yerin özü belə olmalıdır da. Yəni ki, niyə görə bu mənim məsəl üçün qüsurumdursa, okey, mən bu cür qəbul eləsinlər. Sıxıntı yoxdur bu arada, sıfırdan ala bilərik. Yəni. Yox, sıfırdan almayaq. Elə buranın özü də getsin ki, yəni ən qəşəngi budur. Bəzi yerlərdə ola bilsin səsim düşəcək, eləyəcək. Dediyim kimi qardaş oradan desin ki, səs zəif gəlir. Yəni okey də, ən qəşəngi budur. Əsasən siz yəni hansı formatda deyirsiniz olsun. Yəni dediyim kimi də sevərək izləyirdim və yaxşı ki, sizin bu podkastınız var. Və elə hesab edirəm ki, həqiqətən də bu camiəni qızışdıran insanlar lazımdır ki, hərə çəkilib bir güncə hər özünü ağıllı sayır ki, mən ciddi ədəbiyyatda mən yaxşı yazıram. Hər öz dünyasında belə bomba oğlanda, amma nəticədə ortalığa gələndə hamı belə yalancı səmimiyyətlə yanaşır hadisələrə. Mən əslində sizi ta universitet vaxtlarından tanıyırdım. Hətta sizin hərdən qeydlər kitabınız çıxanda mən həmin o kitab imza gününə gəlmişdim. Yəni o vaxtdan tanıyırdım. Hətta düz indi həmin o kitabın içərisi tam olaraq yadımda deyil. Unutmuşam açıq, amma yadıma gəlir ki, statusda paylaşmışdım ki, çox xoşuma gəldi bu əsər misal üçün. Yəni kim ki tövsiyə etmişdi, çox sağ olsun. Amma belə deyək də, təxminən bu eləyir bir 8 il, 7-8 il aralığında eləyir və biz Uraqan adını, yəni Emin Abdullayevi sanki çox da eşitmirik. Sanki Emin o ədəbi camiədən uzaqdır və yaxud da uzaqmı görünmək istəyir. Yəni bu səbəblə tam olaraq, yəni biz Emin Abdullayevi eşitmirik, yəni bu camiədə. Ümumiyyətlə yaradıcılığımın bir hissəsində gəldi çatdı və başa düşdüm ki, öz qabağıma çəkilməliyəm və insan o tək qalanda içərisindəki Allahla daha yaxşı ünsiyyət qura bilir. Onun sənə nə dediyini eşidə bilirsən. Əslində hərbidən qeydlərin də bu qədər uğurlu və bəyənilməsinin səbəbi odur. Onu insanlar oxuyanda deyirlər ki, elə bir mən öz fikirlərimi oxuyurdum sizin yazılarınızda. Mən hərbidən qeydləri, nəyə görə hərbidən qeydləri? Çox adam elə bilir ki, müharibədən yazmışam, yox. Hərbi xidmət vaxtı yazdığım üçün hərbidən qeydlər olubdu kitabın adı. Və orada mən öz fəlsəfi düşüncələrimi yazmışam, müəyyən qısa hekayələrimi yazmışam, bəzi eksperimentlər aparmışam. Nəticədə də elə gəlib çıxıb ki, insanlar oxuyanda bəyəniblər. Yenə deyirəm, özümdən tək qaldığım üçün bu qədər uğurlu ola bilib. Və nəticədə elə oldu ki, mən dedim ki, Facebookda nəsə yazırdım, görürəm insanların qabağına çıxmır, eləmir. Baxdım ki, elə bir şey lazımdır ki, mən yazı yazanda insanlara bir anda bildiriş getsin. Düşündüm, nə ola bilər? Dedim, qoy balaca bir WhatsApp qrupu açım, oxucu sayım olmasın, 50.000 olsun, 500 nəfər, hətta bu dərəcədə az. Və xırda son baxanda 28.000 idi kanalda bildiyimə görə. Hətta bu kanaldır. Mən ilk öncə qrupla başlamışdım. Bu yerlərə gəlib çıxacağımı təsəvvür belə eləyə bilməzdim. Hadisələrin sonrakı gedişi gətirdi, çıxartdı bizi bu yerə ki, 30.000-dən çox bir kanala sahib oldum. Bundan ibarətdir hər şey. Yəni bu cür deyim, burada bir səbəb oldumu? Yəni Emin çəkildi öz bildiyim mağarasına, yoxsa sadəcə bu şəxsi seçimi idi, yəni belə deyək.
Yəni xüsusi belə də bir ola bilər ki, kitab satışı ola bilər və yaxud da cəmiyyətdən aldığınız fikirlərmi deyim, yoxsa yəni səbəbi xaricdənmi, yoxsa daha çox içdənmi? Yox, səbəbi özümdə gördüm. Məsəl üçün dediyim kimi, mən daha çox yazanda mənəviyyat, insanın daxili düşüncələri, bununla bağlı esseləri və düşüncələrimi paylaşırdım və görürdüm ki, insanlar buna heç bir reaksiya bildirmir, eləmir. Say çox aşağıdır. Hətta elə olur ki, 1-2 like belə gəlmirdi. Biz bu dəqiqə hərdən insan özünü alladır ki, mən like üçün yazmıram, amma günümüzün reallığı budur ki, o günün sonunda reaksiya gəlməyəndə Facebook səni önə çıxartmır. Baxırdım ki, trend nə idisə, hər kəs o trendə qaçır, mən də onu eləyə bilmirdim. Ona görə çəkildim öz mağarama. Nəticə də budur və yekunda səbəbi onu da gördüm ki, Facebookda dostluq sayı çox azdır. Cəmi 100 neçə nəfər adam var. Bu müəyyən bir faizin qabağına çıxardır. Biri var 100-ün 10%, bir də var ki, 5000-in 10% artıq 1000 nəfərin qabağına çıxardır. Və 1000 nəfərdən də müəyyən qədəri bir 50 nəfər reaksiya atanda bu daha çox Facebookda dostluğunda olmayan adamların qabağına çıxardır. Və bunu özümdə başa düşəndən sonra artıq Facebookda da son günlərdə aktuallaşmağa başladım ki, siz bir növ mənə WhatsApp qrupundan görüb dəvət eləmədiniz də, belə Facebook paylaşımlarından gördünüz. Yəni Facebook o cəhətdən bu cəmiyyənin döyünən ürəyidir. Bu dediyim kimi o mənim WhatsApp qrupum isə mənim üçün bir mağaradır. Gedirəm orada özümlə tək qalıram, oxucularla tək qalıram, onlar üçün yazıram və belə bir şey də var da mən o tək qala-qala yazdığım ərəfələrdə özümü daha çox inkişaf elətdirdim. Nəinki Facebookda yazdıqlarımı. O cəhətdən bəlkə də insanlar düz eləyirdilər, mənə oxumurdular. Amma indi oxuyurlarsa, deməli bu bir işarətli bir nəsə görürlər ki, oxuyurlar. Bəli. Facebook dediniz, misal üçün mən də istifadə edirəm. Sizin kimi çox aktiv deyiləm, amma məsəl üçün sizin kimi şəxslər və yaxud da yəni belə də orada müəyyən bir şəxslər var ki, onların yazılarını, videolarını izləmək üçün ordayam. Ətrafımda sual verirlər ki, Facebook hələ ölməyib. Yəni məncə Facebook kimi yəni bu cəmiyyət üçün əldə ordadır mənə görə. Yəni o cəmiyyənin əsas belə də ilgi tüşər demiş, yəni o şey ordadır, marağı ordadır. Deməli mən əvvəldə də bildirdim, yəni 7-8 il əvvəldən tanıyıram sizi. Mənə çox maraqlı gələn bir hadisə oldu. Siz 7-8 il əvvəl də sizin adınız Uraqan idi və hal-hazırda da Uraqandır. Mənə maraqlı gəldi. Niyə Emin yox, Uraqan adı ilə hələ də yəni öz həm yazılarınızı paylaşırsınız. Niyə görə? Çünki son illərdə belədir, son 1-2 ildir ki, insanlar daha çox artıq öz ad soyadı ilə belə deyək də gündəm olmağı sevir və yaxud da öz məhsullarını öz adı ilə reklam edirlər. Sizdə necə, yəni bu hələ də Uraqan adı ilə? Bəlkə cavablamısınız bu sualı bir çox dəfə, mən eşitməmişəm. Siz sadəcə xoşuma gələn oldu ki, fərqli bir formada sual verdiniz. Uraqan, yəni mənim üçün sadəcə uşaqlıq həvəsi deyildi. Bu mənim fəlsəfəmdir. Uraqan bildiyiniz kimi fırtınadır, tornado kimi bir burulğandır və tornado quruda baş verir, uraqan dənizdə və sahildə baş verir və dənizdə sudur, güzgüdür, insana özünü göstərir. Yəni mənə baxanda nə görürsə, siz osuz. Fəlsəfi mesajı budur. Digər bir mənası isə o qədim türk sözüdür. Vuraqan, vuruşqan, dalaşqan adam deməkdir. Bir növ yazılarında da yəni vuruşuram ya özümlə, ya kütlə ilə. Anladım. Bəs o zaman bu ad sizin üçün önəmlidir və sizin üçün maraqlı deyil, hazırda trend misal üçün ad soyaddır. Yəni sizin üçün bu ad önəmlidirsə, yəni ona görə ümumiyyətlə mən o trend anlayışına qarşıyam ki, dəb budursa hamı gedir, qaçır ora. O söz var, hamı özünü dağdan atsa sən də atarsan. Mən məsələyə o cür yanaşmıram da ki, bu gün yazdığım mənim üslubda belə baxanda 11-ci əsrlərdə daha aktual idi. Mən o dəbə qaçmıram. Mən dəbin özünü formalaşdırıram, öz dəbimi yaradıram. Və əslində Azərbaycanda insanlar elə düşünür ki, janr aktual mövzu budur. Amma aktual mövzu bu dəqiqə dünyada o deyil. Dünyada aktual olan sən nəyi nə ilə sintez eləməyə bacarırsan. Bu sintez səndə uğurlu alınıb öz janrını ortaya qoya bilirsənsə, artıq ad qazanırsan. Yəni yenə deyirəm, dəblə getmək önəmli deyil, öz tərzini yaratmaq önəmlidir. İndi masanın üzərində də kitabınız var və səhv eləmirəmsə, yəni
ikinci çap etdiyiniz kitabdır. Allahsızlar şəhəri və sonuncu çap etdiyiniz kitabın adı Şeytan Cəhənnəmin xəritəsi. Hə, Cəhənnəmin xəritəsi, üzr istəyirəm. Bu adlar belə deyim, mənə əslində maraqlı gəldi. Məndə bir iddia var, onun üzərindən cəmləmək istəyirəm fikrimi. Məsəl üçün bu hər bir yazıçının öz yazısında, əsərində belə deyək, orada ifadə etdiyi obrazlar əslində müəyyən qədər bir qədər özünün və yaxud da ifadə etmək istədiyi, olmaq istədiyi və yaxud da arzusunun olduğu və s. yəni həmin o şəxslərin, fikirlərin, xarakterlərin cəmidir. Bəs niyə sizin bu yazılarınızda daha çox belə deyək də bu şeytan, cəhənnəm, yəni bu kimi obrazlar mı deyim və yaxud da bu kimi daha mənfi nüanslar daha çoxdur. Yəni bu sizmi bu formandasınız yoxsa daha çox belə deyək də, o siz dediniz, siz əslində nəsilsə məndə onu görürsünüz. Yoxsa cəmiyyətmi belə deyək, əslində budur daha çox. Belə deyək, Allahsızlar şəhəri çox adam hətta ilk başda elə bilir ki, bu şəhərdə Allah yoxdur, ateistik bir kitabdır, amma yox. Kitabın birinci adı Allah şəhəri idi. Sonra öz oxucularımdan soruşanda ki, Allah şəhəri adı necədir? Oxucular dedilər ki, maraqsız gəlir, hədis kitabına oxşuyur. Mən də baxdım ki, əslində düz deyirlər və nəticədə də günün sonunda oxumaq istəməyəcəklər ki, bu dini kitabdır falan. Və baxdım yaşadığımız haqsız, ədalətsiz cəmiyyət üçün Allahsızlar şəhəri daha çox yerinə oturur. Və bu dəqiqə sözün açığı ilk başda o ön yarğılı yanaşan insanlar daha çox kitabı seçməyə başlayırlar. Bu belədir əslində. İlk başda sənə bir balaca türklər demiş, itici gəlirsə, sonradan sən daha çox onu kəşf eləməyə maraq duyursan. Çünki özün özlüyündə bir növ vicdan azabı da çəkirsən ki, mən ilk başda ön yarğılı yanaşdım bu məsələyə, amma elə deyilmiş. Və oxuduğu növbəti kitablarda da dediyim kimi o bir növ yaxşı mənada vicdan azabını daşıya daha çox səni sevməyə başlayır. Onun yəni bu kitablar daha çox sizin müşahidənizə əsaslanır. Bəli, müşahidələrimə əsaslanır və Allahsızlar şəhəri, cəhənnəmin xəritəsi, ümumiyyətlə mənim üslubum mifik realizmdir. Yəni reallığı daha çox mifik deyəndə bunun içərisində sadəcə şeytan, mələk nəzərdə tutulmur. Simurq quşu ola bilər, qara qoç ola bilər, hər hansısa digər Zevs ola bilər. Mən insanları misal üçün bunun təsvirində canlandırıram və yaxud da ki, allegori üslubunda çatdırıram. Mən əlimdə tutduğum bu stəkanla hər hansısa insanın bu daxili dünyasında olan boşluğu təsvir edirəm misal üçün. Deyərəm ki, hekayələrimin birində mövzu budur ki, adam bir fincandır. Fincandan nə qədər su içirsənsə, o boşalmır heç vaxtı. Və bunun bir digər maraqlı cəhəti də odur ki, bu insandan insana dəyişir. Misal üçün, mən bu fincanı sənə verəndə məndə sudursa, sən onu içəndə səndə araq ola bilər. Uşağa verəndə o süd ola bilər. Və kimin marağı nəyə idisə o ola bilər. Mən bu forma ilə əslində daha dərin mövzular çatdıra bilirəm. Bu hərdən didaktizm də ola bilir ki, çox adam hərdən bəlkə də razılaşmır. Amma belə bir söz var ki, ad qoya bilmədiyin şeyə qalib gələ bilmərsən heç vaxtı. Və mən bunlara misal üçün bu cür ad qoyaraq əslində çatdırmaq istədiyim mənanı daha yaxşı çatdıra bilirəm. Və bəzən də elə olur ki, oxucu başa düşmür ki, orada nə demək istədin, özü yazır mənə. Düzdür, ola bilər ki, bəlkə hərdən elə olur ki, bu mənim uğursuzluğumdur da. Yəni, amma hal-hazırda biri var, adam deyək ki, bu uğursuzluqdur, qoy gedim başqasını yazın. Bir də var ki, buna fokuslana daha yaxşısını ortaya qoya bilirsən. Həmin o oxucu ilə ünsiyyətdə olmaq məsələsi mənim üçün ona görə vacibdir ki, mən başa düşürəm ki, Azərbaycanda bu mövzu aktual deyil və mən öz kütləmi yaradıram. Ona görə hər bir oxucunun ən zəif fikri belə mənim üçün çox böyük önəm daşıyır. Əslində bunu belə deyək də, bu söhbətdən əvvəl müzakirə eləmişdik. Yəni oxucu ilə ünsiyyətdə olmaq məsələsi. Yəni sizin əslində fikirləriniz indi mənə daha aydın olur ki, sizə görə bir oxucunun fikri həddindən artıq önəmlidir. Çünki siz artıq ondan birbaşa olaraq ünsiyyətdəsiniz, kontaktdasınız və eyni zamanda yazı tərziniz də əslində oxucuya görə, oxucuların düşüncələrinə görə müəyyən qədər belə deyək də təsirlənir
fikri bəlkə bir qədər xətalı olar, amma daha çox belə də həm də öz yazdığınızı daha yaxşı anlayırsınız o insanların düşüncələrini. Belə deyim də, ən azından oxucu orada oxuyub səhifə 5-də bu fincan deyəndə bu nəyi nəzərdə tuturu başa düşüb mənə o geri dönüşü eləyəndə artıq çapa getməmiş, mən səhifə misal üçün 105-də artıq ona bir daha rahat ifadə forması qoyuram ki, bu stəkan deyəndə bu əslində bunu nəzərdə tuturmuş. Bu cür mənə daha yaxşı uğurlu olacağımı düşünürəm və bu digər tərəfdən yanaşmaq olar. Məsəl üçün necə deyim, Anar Oğuz deyir ki, əgər oxucu orada görsəniz, yazıcı orada görsənirsə bu uğurlu sayılmır. O cür də yanaşa bilər, amma belə bir şey də var da, sən davam etdikcə, özünü təkmilləşdirdikcə artıq başa düşürsən ki, demə, göstər və önəmli olandır ki, sən nə cür göstərə bilirsən onu oxucuya. Biri var ki, göstərsən oxucu başa düşmür. Bir də var ki, bu dəfə daha fokusu dəqiq tutub göstərə bilsən və oxucuya tam çatır. Aha, anladım. Bəs mənə bir şey maraqlıdır. Misal üçün bu belə deyək də, sizin özünüz bildirdiniz ki, şəxsi olaraq, subyektiv olaraq arxaya çəkildiniz, belə deyək, öz düşüncələrinizlə qaldınız, müəyyən bir özünüzün kiçik cəmiyyətini qurdunuz da, belə deyək, və həmin o şəxslərlə birgə artıq düşünməyə və həmçinin də kitab istehsalına başladınız, belə deyək. Bəs sualımın misal üçün əslində məğzi ondan ibarətdir ki, biz daha çox bu sahə ilə bağlı olan saytlara baxanda olsun Kulisaz və yaxud da mənim açıq bildiyim bir Kulisazdır, varsa da bilmirəm yəni açığı. Kulisazda misal üçün Uraqan adını çox da eşitmirik və yaxud da misal üçün hansısa bir yazıçının sizinlə bağlı müsbət və yaxud da mənfi fərqi yoxdur, fikirlərini görmürük. Bunun səbəbi nədir? Yəni Uraqan misal üçün sadəcə sual olaraq deyəcəm. Yazıçılar tərəfindən çox da ciddiyəmi alınmır, yoxsa Uraqan artıq özü çəkilib deyə arxaya belə deyək, sanki bir qədər orada yazıçılar arasında görünmürmü? Yəni bunu nəyindən açıqlayırsınız? Mənə elə gəlir ki, Kulisazın siyahısında mən qara siyahdayam və səbəbi də bəlkə də bunda görürəm ki, bir dəfəsində Ayxan Ayvaz Rövşən Abdullaoğlu'nun timsalında bu ən uğurlu yazıçılarla bağlı bir bulvar ədəbiyyatı adlandırıb məqalə paylaşmışdı. Mən də necə ki o Anar Oğuza əks-cavab tipində bir yazı yazmışdımsa, o vaxt ona da elə bir cavab yazmışdım ki, bu yaxınlarda oxuyanda başa düşdüm ki, nə dərəcədə uğursuzdur, səhv demirəm, amma yəni ki, çox pisdir. Özümə utandım ki, öz cavabı yazdınız yoxsa? Hə, öz cavab yazdım ona ki, bu dərəcədə zəif yazmışam. Özümə dedim ki, elə Kulisaz düz eləyib mən atıb qarşıya. Bunun da təsiri var böyük ehtimal. Digər tərəfdən nə bilim Uluzay Akiflə üz-üzə gələndə deyir, abi kitablar, hekayələri yolla. Yollayırsan, mesaja cavab yazmır. Çatmır da ki, bu qara siyahıda niyə görə gəlir deyir ki, yollayırsan, niyə cavab yazmırsan? Belə qeyri-səmimi yanaşma verir. İkili standart kimi də deyə bilərik buna belə. Anladım. Əslində Anarın da beləliklə sizin Allahstar şəhəri kitabı, bir də ki bu Əsas cəhənnəmin xəritəsi. Əsas cəhənnəmin xəritəsi ilə bağlı bir yazılı yazı var idi, tənqid var idi. Və hətta deyərdim müəyyən qədər də belə deyək də oxundu, izləyicilər tərəfindən də fikir bildirildi. Siz həm statusla bildirdiniz ki, biz Anarla düşmən deyilik. Bu sadəcə onun şəxsi bildirdiyi fikirlərdir və siz də fikirlərə məncə kifayət qədər olğun belə deyək də cavab verdiniz, qarşıladınız, öz əks düşüncələrinizi bölüşdünüz. Yəni məncə bu çox önəmlidir həqiqətən də. Yəni məncə bu formada olmalıdır. Yəni bir insan əks, xüsusilə də belə də bunu yazan bir oxucu deyil. Bu cəmiyyənin içindən biridirsə, bu çox daha önəmlidir. Ona görə deyirdim əslində, yəni mən oradan gördüm ki, bir daha belə deyək, xatırladım ki, bizim bir yazıçımız var, Emin Abdullayev adında. Yəni biraz əslində məncə xatırlamaq lazımdır. Çünki bəli, siz o müəyyən bir çərçivə cızmısınız, amma həm bu inkişaf üçün də lazımdır, həm də bir qədər məşhurluq üçün də məncə müəyyən qədər lazımdır. Ümumiyyətlə məncə problemin kökündə odur ki, bu cəmiyyədə Anar Oğuz kimi bir adam yox idi ki, oxusun, tənqid eləsin. Ona bənzər həmişə mən Orxan Safari ilə müqayisə edirəm, amma Orxan Safari daha çox şəxslərə yönəlik tənqid eləyir. Hətta o da deyərdim ki, o komiks üslubunda yanaşır. Fikirlərinin əksəriyyətindən razılaşmasam belə bənzətmələri çox maraqlı olur.
Amma məsələ nədir? Anarla Oğuz məsələyə kitabları qoyub tənqid eləyir deyə bunu daha faydalı hesab edirəm. Çünki mən necə deyim, Bəxtiyar Vahabzadə əslində belə adam olub deyə onu oxuyum, mənim gözümdən düşsün tipində yanaşmaq istəmirəm məsələyə. Qoy mən bunun kitabını oxuyum, kitab gözümdən düşsün. O necə deyim, yazısının biz bayaq danışdıq səmimiyyət məsələsində hansı keyfiyyəti aşağı ola bilər. Amma önəmli olan odur ki, özünü məsələn olduğu kimi təqdim eləyir. Və Anarın özünə də gələndə əslində başqalarını götürüb tənqid edəndə mən özüm öz əlimlə apardım kitabımı verdim ki, buyur mənə tənqid elə. Dedim, amma mən sərt edirəm. Dedim bazardığın ən yaxşısını elə. O da o formada elədi. Və o gülə-gülə də oxuya-oxuya özümə də ləzzət verirdi ki, əla-əla o cəmi bir dənə yeri var idi ki, artıq dedim, ayda neynə danlar, cavab gəlməlidir. Bu cür yanaşdım. Arada mən də zarafsız dedim ki, mən də kitab yazsam, böyük ehtimal anar məni tənqid eləyəcək. 100%. Yəni ki, və o mən tənqiddə də bildirmişəm ki, anar ümumiyyətlə əlinə hansı kitab keçirsə, gəlir darts oyunu var da ox atmaq. Və dayanır o darts oyunun qabağında ki, götürür, əlini qoyur astaca həmin o hədəfin düz ortasına və deyir ki, bu da serializm imiş. Yəni fərqi yoxdur. Ən yaxşı kitab belə olsa, Dostoyevski məsələn tərcümə elə gətir, Anarın qabağına qoy ki, bu mənim yazımdır, oxuyub deyəcək. Serializmdə budur. Yəni üslub odur da. Yəni ki, biz ona görə qınaya bilməliyik onu və bunu çox belə maraqlı bir formada eləyir. Və uğurlu cəhət odur ki, adam həqiqətən də oxuyur, paylaşır. Buna görə təqdir düşür adama. Mən belə deyək də, sizin saytınıza baxanda əslində mənim üçün çox xoş oldu ki, Azərbaycanda bir yazıçının saytı var və orada öz haqqında ən əsası məlumat yerləşdirib və öz belə deyək, yazdığı kitablar haqqında məlumat yerləşdirib. Orada oxuyanda çox maraqlı bir hissə gözümə çarpdı. Bildirirsiniz ki, Uraqan Azərbaycan gəncinin problemlərindən söz açır. Mənə aslında maraqlı gəldi. Məsələn, bu gün Emin Abdullayev öz kitablarında Azərbaycan gəncinin hansı problemini görüb yazır? Belə deyək, ilk növbədə başlayaq. Misal üçün, orada belə bir bölmə də yaratmışam, oxucu yazıları. Hər hansı bir adam qeydiyyatdan keçib öz hekayəsini yollaya bilər ki, paylaşsın. Bunu heç bir yazıcı götürüb öz portfol saytında yerləşdirmir, özdə ana səhifəyə. Mən onu eləyirəm. Niyə görə? Düşünürəm ki, yazıcılar, yazan adamlar nə qədər çox olmalıdır ki, onların arasından həqiqətən də yaxşıları üzə çıxa bilsin. Və hər kəs belə düşünür ki, əgər yazıcı uğursuzdusa yazmamalıdır. Mən o düşüncədə deyiləm. Sən yaza-yaza uğur qazanırsan. Əgər arxasınca düşürsənsə bu işin, tədricən uğurlu ola bilirsən. Problem onda olur ki, yazıçılar müəllifin ilk kitabını oxuyanda deyir, bu zəif yazıda atır bunu qırağa, onunla da həmin müəllif həvəsdən düşür. Ki, mən də ilk illərimdə o kulisaz məsələsinə vardıq. Baxdım, gördüm ki, elə bir gəmi təsəvvür eləyək. Bu çayı keçməlisən. Hansı gəmiyə yaxınlaşsan deyirlər ki, yox, belə yazma, bu üslub eksperimentaldır, bu qəbul olunmayacaq. Və bir yerdən sonra başa düşdüm ki, mən öz gəmimi yaratmalıyam və mənim kimi nə qədər insan var. Və həqiqətən də bu sistemi yaradandan sonra nə qədər gənc yazar arxamda gəlməyə başladı. Və mən müəyyən qədər öz bildiyimdən nəsə varsa, deyirəm ki, belə yox, belə eləsən daha yaxşı olar. Və yaxud da ki, heç nə öyrətməsən belə, platform oradadır, istədiyin qədər götür yaz. Bu insanın özünə nə qədər həvəs verir ki, davam eləsin yazmağa. Bu problemlərdən biri. Digər bir problem, misal üçün, mənim üslubumla bağlıdır. Mifik realizm. Mən hadisələri daha çox, dediyim kimi, şeytan, mələk, cənnət, cəhənnəm, bunlarla müqayisə eləyərək, bənzətmə eləyərək daha rahat formada çatdıra bilirəm. Yəni, mən elə gəlir ki, şeytan və mələk anlayışı bizim qabağımıza çıxan o yaxşı insanlar mələkdir, pis insanlar şeytandır və bu o demək deyil də bu kateqoriya ancaq şeytanda, bunlar mələkdir, yox. Sən burada nəsə bir yaxşılıq eləyəndə mələk olursan, əks tərəfdə şeytan olursan. Ümumiyyətlə bu şeytan özü əslində bu davranışın adıdır, sifətdir. Necə şeytan? Əsl adı iblis olmalıdır onun. Və bu
bizim insani bir hissimiz kimi yanaşanda daha yaxşı insan özünü kəşf eləyə bilir. Bu da o dediyim kimi gənclərin əsas problemlərindən biridir. Məsələn, fokuslandığınız belə deyək də bu hal-hazırki problemlər daha çox lokal problemlərdir, yoxsa ümumbəşəri? Yəni çünki bu problemləri Lokal ayıra yox, daha çox deyərdim ümumbəşəridir. Hətta çox vaxtı mən Azərbaycan insanını qələmə almaq istəmirdim. Sözün açığı son illərdə başladım ki, Azərbaycan insanını da qələmə almağa çalışım. Bu sahədə mənim məsəl üçün nə narahat eləyir? Bu subyektiv fikrimdir bu arada. Oxuduğumuz kitablarda məsəl üçün əgər obrazın yaşı çoxdursa, 70 yaşında bir adama Əhməd deyə bilmərsən. Əhməd dayı deməlisən, Fatma nənə deməlisən. Sən Fatma desən, hamının ağlına 20-25 yaşında məsələn bir qız gəlir. Və o dilin qaydasından kənarda çıxa bilmirsən artıq. Bu bir növ mənə sıxır, amma xarici ədəbiyyatda elə deyil. Sən 70 yaşında Joseph deyə bilirsən, John deyə bilirsən, Angela deyə bilirsən 80 yaşında bir qadına. Belə daha mənə səmimi gəlir bəlkə də. Demirəm, biz 80 yaşında adama əmi müəllim deyə çağırmamalıyıq, yox. Bəlkə də ona görə mən allegorik üslubda yazmışam ki, bu kitablardan qaçım. Niyə bu sual verdim? Çünki misal üçün mənim Azərbaycan ədəbiyyatında ən çox sevdiyim yazıçılardan biri Cəlil Məmmədquluzadədir və ən çox sevdiyim əsəri də Ölülər əsəridir. Və bir də hamımızın bildiyi deyək ki, Frans Kafkanın bu Çevrilmə kitabı var. Mənim subyektiv fikrimdə müqayisə cəhətdən Cəlil Məmmədquluzadənin əsəri çox daha yaxşı əsərdir. Amma Cəlil Məmmədquluzadənin əsərini zəif hesab edənlərin tənqidi budur ki, Cəlil daha lokal yazır. Yəni misal üçün də həmin kitab bir xarici, tutaq ki, bir ingilis oxusa, Cəlilin kitabı onun üçün xüsusi bir məna kəsb eləməyəcək və yaxud da onun üçün bir sıxıntı görməyəcək. Amma Frans Kafkanın kitabını dünyanın hansı belə hissəsində insan oxusa, həmin o əsrin problemini və yaxud da hətta həmin o problemdən indi də hazır mövcudda belə deyək. Və ona görə məsəl üçün Cəlili müqayisə cəhətdən daha aşağı görürlər. Ona görə soruşdum məsələn, Emin məsəl üçün bu gün daha çox Cəlil Məmmədquluzadə kimi yazır, yoxsa Frans Kafka kimi? Frans Kafka kimi daha çox ümumbəşəri. Frans Kafkanın da Frans Kafka kimi istəməzdim yazmaq. Yəni mənə görə o adam necə deyim, daha depressiv yazır. Mən yazılarımda əslində istəyirəm daha çox insanları ümidə, pozitiv enerjiyə doğru yönləndirim. O isə onu oxuyanda mən həyatdan soyuram. Elə bir düşünürəm ki, yəni gəlib o otaqda özümü asmaq istəyirəm. Yəni elə bir aura ötürür adama. Cəlil Məmmədquluzadənin tərzinə gəlincə isə Cəlil Məmmədquluzadə Azərbaycan insanını qələmə alıbdı deyə bu dəqiqə xarici ədəbiyyatda misal üçün uduzur və xarici ədəbiyyat da müqayisədə bizə deyirlər ki, öz ölkəndən yaz falan, amma mən onu doğru saymıram. Yəni nə cəhətdən? Deyirlər ki, öz ölkəndə yaşayırsan deyə bunu daha yaxşı bilirsən, Amerikada yaza bilmərsən, amma nəticədə budur ki, sən öz ölkəni xarici üçün maraqlı olsaydı, sən xarici çıxartmağa ehtiyac qalmazdı. Yəni oradan əksinə gəlib deyərdilər ki, qoy səni tərcümə eləyək. Bu cür yanaşıram məsələyə və dediyim kimi də o 20-ci əsrdə, 19-cu əsrdə Avropa daha üst bir leveldə idi. Yəni Stefan Zweig'in Dünənin dünyasını oxuyanda baxırsan ki, o əsrdə yaşanan problem Azərbaycanın 21-ci əsrində hələ də davam eləyir və elə bilirəm ki, 21-ci əsri canlandırır adam. Bundan ibarətdir. Yəni gör nə qədər uzuruq və biz hələ də fikirləşirik ki, poçt qutusuna niyə məktub atılmayıb, insanlara maraqlı deyil. Sualın biraz sərt səslənə bilər, amma mahiyyət olaraq sadəcə sualın forması belədir məncə maraqlı olması üçün. Bu gün Emin Abdullayevin kitabı Azərbaycan insanı üçün hansı dərəcədə önəmlidir? Ümumiyyətlə onu deyim ki, Emin Abdullayev kitab yazmır, kitab Uraqan xəyalindən yazılır. Bu cür yanaşıram məsələyə. Və Emin Abdullayev dediyim kimi də, yəni daha çox bəlkə də bir oxucudur, Uraqan yazılır bu cür alter ego kimi. O cəhətdən sualı bir daha zəhmət olmasa verirsəz davamını. O zaman sual dəyişim. Bu gün Uraqanın kitabı Azərbaycan gəncinə nə verir və yaxud da Azərbaycan gənci üçün nə ifadə eləyir və yaxud da nə ifadə etməlidir? Ümumiyyətlə ilk növbədə o dediyim kimi
mən demirəm, mən mütləq şəkildə oxumalısan. Mən sənə dərin və yaxud da ki, ciddi ədəbiyyatdır vəd eləmirəm. Vəd eləmirəm. Əksinə deyirəm, eksperimental yanaşıram məsələyə. Mənim üslubum budur. Mən öz dünyamı bu cür yanaşıram. Əgər bu hazırki camiədən sıxılmısansa, bu da Uraqanın ədəbiyyatıdır. Bu cür yanaş və daha çox neçə illərin oxucusunu yox, kitab oxumayan bir adama istəyirəm yönəlim ki, öz oxucumu formalaşdırım. Ümumiyyətlə subkulturanın təməlində də baxanda görürsən ki, subkultura yaradan insan gedir neçə illərin istər müğənni olsun, gedib dinləyicisini qazanmağa çalışmır. Aşağı yaş qruplarından başlayır. 15-17 yaşdan başlayır ki, onu öz formalaşdırsın və əgər hal-hazırda misal üçün Uraqan 20 yaşında qəbul olunmursa, artıq 30-40 yaşlarına çatanda baxırsan ki, daha çox özünün sadiq oxucu kütləsi var, daha çox oxunur. Niyə görə? Öz oxucusunu formalaşdıra bilir və müəyyən bir pilləyə gəlib çatır və bu gün böyük ehtimal bu cəmiyyədə indi qəbul olunmağımın səbəbi hansısa bir yazıçı məni oxuyur, deyir ki, mən başa düşmürəm, oxucular başa düşür. Yox, oxucu başa düşür, mən bəlkə də oxucu başa düşür, mən başa düşmürəm. Onun beyində olan o şkala, dəyərləndirmə tamam fərqlidir meyarlardır ya. O onu misal üçün qəbul edə bilmir. Deyər belə izah edeyim. Allegoriya ümumiyyətlə janr etibarilə təsvirdən bacardıqca qaçmaq lazımdır. Çünki sən allegoriyada hər təsvirdə nəsə bir mesaj verə bilərsən orada. Və oxucu da onu oxuya-oxuya beyni dolaşa bilər ki, bu fincanda bayaq o insanın daxili dünyasını, nəyə ehtiyacı var nəzərdə tutubsa, qulpunda bəlkə başqa şey nəzərdə tuturmuş. Oxuya-oxuya artıq hər cümlədə məna axtarında artıq orada çətin gəlir. Və belə olduğu halda araya bəzi problemlər girir. Onlardan biri də məkansızlıq problemi ki, mən öz yazılarımda baxıram ki, ciddi olaraq məkansızlıq problemim var mənim. Məsəl üçün, oxuyursan məni, başa düşmürsən, otaq necə bir otaqdır. Əgər o otağın qaranlığı və yaxud da aydınlığı mənim üçün nəsə bir simvolik məna kəsb eləmirsə, mən çalışıram onu orada təsvir eləməyim, o təsvirdən qaçım. Bu kimin üçün problemdir? Sizin üçün yoxsa oxucu üçün deyirsiniz? Köhnə oxucu üçün. Yəni ki, stabil özünü həmişə hər zaman Tolstoyun təsvirinlə, Dostoyevskinin bənzətməsindən görən adam artıq gəlib Uraqan oxuyanda elə bir çox zəif bir əsər oxuyur. Yəni özümü təbii ki, onlarla müqayisə edəndə mən çox zəif görürəm. Ümumiyyətlə, nə bilim, digər yazıçılarla müqayisə edəndə mənə elə gəlir ki, ən zəif mənəm, kimi yanaşıram deyə üstümə məkan cəhətdən də yoxsa? Məkan yox, ümumiyyətlə yazı üslubu cəhətdən də. Çünki belə hesab edirəm ki, mən bu dəqiqə özümü səndən zəif hesab eləməsəm, öz üstümdə daha çox işləmə ehtiyacı durmayacam. Bu cəhətdə mən məsələyə bir növ bir tısbağa kimi yanaşıram ki, elə bir mənim sürətim zəifdir. Mən zəif hər günə bir addım atıram. Deyirəm ki, ayda mən niyə belə tənbələm? Sonra arxa tərəfə baxıram, görürəm heç kim addım atmır. Misal üçün, mən ilə bir kitab yazmağa çalışıramsa, həmin müəllif baxıram ki, 5 il keçib bir kitabı qutara bilməyibdir. Özümə də maraqlı gəlir ki, bu yəni 5 il qınamaq da istəmirəm. Çünki hər birimizin o elə problemləri olur ki, artıq məcbursan ki, işin dalında qaçasan. Ədəbiyyat Azərbaycanda qalır ikinci planda. Ona görə heç kimi qınamaq da istəmirəm. Sadəcə günün sonunda istəyirəm ki, nəticəyə baxaq ki, sənin nə işin var, mənim nə işim var. Mən bəlkə 5 dənə kitab yazmışam, o qədər uğurlu deyil, amma sən bir kitabdan bəlkə mənə ötmüsən. Budur. Amma elə hesab edirəm ki, 100 dənə bir dənə böyük addım atmaqdansa 100 dənə kiçik addım atmaq daha çox uğura gətirib çıxardır. Biz əslində bu söhbət elədik bayaqları çox belə qısa toxunduq, amma istəyirəm daha bunu daha ətraflı cavab verəsiniz. Bildirdiniz ki, məsəl üçün 12 kitab var artıq sizdə və hətta biz anlarla söhbət edən zarafat dedi ki, mən 12 rəqəmini eşitdiyimdə biraz şoka düşdüm ki, yəni nə hara yəni bu kitablar çıxdı. Amma məsəl üçün eyni zamanda da bunun əksinə siz dediniz, elə yazıçılar var ki, tutaq ki, məsəl üçün Faust əsəri 80 il ərzində belə yazılıbdı. İndi 80-i bəlkə xətalı deyə bilərəm, bildiyim qədər 80 olmalıdır. Yəni uzun bir illər ərzində belə yazılıb və kitab ərsəyə gəlib. Ümumiyyətlə bunun bir kitab yaxşıdır və ya pisdir. Yəni bu zaman ona təsir eləyirmi və yaxud da eləyirsə
nə qədər eləyir? Yəni məsəl üçün bu gün Uraqan Allahsızlar şəhərini 3 aya yazıb. Bu onun zəif kitab olduğunu deməyə əsas verirmi? Yəni mən bunu öz tənqidimdə istifadə edə bilərəmmi yoxsa? Belə deyə ilk növbədə mən 12 dənə kitab yazmışam dedikdə, amma nəticə etibarilə hal-hazırda 4 kitab çapdan çıxıb, Cəhənnəmin xəritəsindən biridir. Digərləri məndə baza kimi, yəni öz bazamı yaratmışam. Nə zamansa insanların qabağına bir silahla yox, artıq 5-6 dənə fərqli silahla çıxmış olacağam və sırf bir üslubla getmirəm. Hər birində o mistik aura hiss olunsa da fərqli janrlarla ifadə eləmişəm özümü. Və bu 12 rəqəmini əslində böyütmürəm. Çünki bu 12 dənəsinin 5 dənəsi əgər cib kitabı, xırda əsərdirsə, 4 dənəsi ortadırsa, digərləri iri həcmlidir. Bu cür yanaşmışam məsələyə və demirəm ki, mən belə qısa bir zamanda bitirməliyəm. Mənim elə bir əsər var ki, Qəfəsdəki məhbuslar neçə ildir, artıq 9-cu ildir ki, mən o kitabı bitirə bilmirəm. Və bitirə bilməməyimin səbəbi də hətta o WhatsApp qrupuna təkrar istədim, davam edeyim, yenə gəldim, müəyyən bir yerdə qaldı, qırıldı. Elə olduğu halda indi 2 variant olur. Ya sən təkrar cəhd eləyirsən ki, yazasan, ya da düşünürsən ki, hal-hazırda mən hazır deyiləm bu kitab üçün və o 80 ilə yazılmaq məsələsi. Görürsən ki, yox, artıq bir neçə il hələ daha da vacibdir. Amma belə bir şey də var ki, bu kitaba başlayanda Qəfəsdəki məhbuslara başa düşdüm ki, mən öz gücümdən daha ağır bir yükün altına girirəm. Bəlkə də onu heç vaxt qaldıra bilməyəcəm, bəlkə də nə bilim bitirə bilməyəcəm. Amma o belə bir deyim var, siz əlçatmaz arzular hədəfləməlisiniz və onlara çatmasanız belə onlar sizə qaranlıq gecələrdə yol göstərəcək. Bu Qəfəsdəki məhbuslarda mənim bəlkə də əlçatmaz bir kitabım olacaq ki, mən onu heç vaxt bitirə bilməyəcəm, digərləri bitəcək. Bəlkə də bitdi, amma yəni mənim nəzərimdə o kitab yəni tuz kozurdur. Bəlkə də bu dərəcədə belə rahat olmağımın səbəbi tuz kozur məndədir deyə artıq başlamışam eksperimentlər aparmağa ki, qoy bunu da cəhd edeyim görüm bu necədir. Burada belə bir məsələ də var ki, sən nəsə yazıb ortaya qoyursan, çox uğurludur. Sonra onu eləmək istəyirsən, görsən alınmır. Başa düşürsən ki, bu misal üçün təsadüfən oldu səndə. Elə bir 10 dəfə cəhd eləmsən, onun biri uğurlu alınıbdı, hədəfə dəyib. Gəlin dəfə daha çox cəhd edirsən və baxırsan ki, bu dəfə 10 dənəsindən 2 dənəsi hədəfə dəyib. Növbəti dəfə 10 dənəsindən 3-ü, 4-ü, 5-i ta o vaxta qədər ki, baxırsan ki, artıq 10 dənəsindən 9-u da, onu da hədəfə dəyər, artıq o zaman deyirsən ki, artıq sən peşəkarsan. Bəlkə də onda artıq deyirsən ki, oxucunun heç düşüncəsinə ehtiyac yoxdur. Amma yəni dünyanın ən uğurlu yazıçılarına da baxanda, Markezdən tutmuş Paulo Coelho'nun özünə də baxanda, hərəsinin öz sadiq oxucu kütləsi olduğunu anlamışam. Onlar yazıb, sonra birbaşa çapa verməyiblər. Öz sadiq oxucu 50 nəfər, 100 nəfər bir kütləsinə yollayıblar. Onların fikrini alıb, üstündə düzəliş elədikdən sonra yollayıbdı. Bəlkə də mən onların izindən getmişəm deyə bu həmin o WhatsApp qrupunu yaratmaq ehtiyacı hiss etmişəm ki, oxucu görüm nə deməyə çalışır. Hal-hazırda limit bitib var da o qrupda, yoxsa hələ də yəni yox, hələ də var, belə deyim də, orada necədir? WhatsApp kanalı var. WhatsApp kanalının limit olmur. Qalxdığı qalxır. Bir də var WhatsApp qrupu. O WhatsApp kanalda da belə deyim, sırf bəlkə də orada olanların əksəriyyəti bilmir ki, Uraqan kimdir. Fikirləşdik adı nə qoyaq? Kitab. Bundan gözəl adı var, yəni ki, və hamı başladı farta-farta follow atmağa, istək atmağa. Amma sırf mənim öz oxucu kütləmə gələndə artıq o WhatsApp qrupudur ki, 1000 nəfər limitdə olan, odur mənim üçün önəmli olan. Digəri isə daha məsələyə hər kəsinki kimi yanaşıram da ki, orada tək özümü paylaşmıram. Digər müəllifləri də paylaşıram. Xoşuma gələn digər podkastları, verilişlərdə paylaşıram. Yəni bu cəmiyyəyə inkişaf etdirə biləcək nə varsa istəyirəm önə çəkim. O zaman indi bizim izləyicilərdən
sizi ilk dəfə görən və yaxud da indi həmin o qrupa eşidənlər sizə mi yazsınlar, harda yazsınlar? Yəni bunu qısa bildirin. Kimsə istəyərsə, yəni Facebookdan da yaza bilərlər. İstəsəz bu videonun aşağıda linkdə qoya bilərik. Bu formada eləyə bilərlər. O zaman bu arada bu 30.000 necə oldu? Onu da gəlmək istəyirəm. Biz bilirdik ki, bu belə deyim, əvvəl WhatsApp kanallarına baxanda baxırdın ki, ən yuxarı kanal məsəl üçün 5 milyon, 4 milyon, 3 milyon falan Azərbaycanda hələ açılmamışdı və biz bilirdik ki, açılacaq. Ona görə müəyyən fərqli yerlərdə reklam eləyirdik və 4000 izləyicimiz olanda avtomatik açılanda ilk siyahıda birinci olmasaq da ana səhifədə şeydə görsənirdik. Yəni ilk səhifəsində. Və hamı girən kimi kitabı görürdü, follow atırdı belə-belə və kəşfiyyatda ön sıradaydıq. Hətta 35 minə kimi qalxmışdıq. Sonradan necə oldu? WhatsApp alqoritmi dəyişdi. Baxdı ki, məsələn, monopoliya qurulur, ən yuxarıda olanlar qalxır, ən aşağıda olanlar heç qalxa bilmir. Və alqoritm bu dəqiqə WhatsApp-da dəyişmiş kimidir. Kəşfiyyatın ilk səhifəsində bu gün 115 izləyicisi olanda düşə bilir, 50 izləyicisi olanda düşür, 50.000 izləyici olanda düşə bilir. Və gündəlik olaraq bunlar dəyişirlər belə. Ona görə istəyən adam WhatsApp kanalı açıb davam eləyə bilər. O dediyim kimi problem o halda dəyişdi alqoritm deyə yüksəlişə doğru yox, müəyyən bir yerdən sonra artıq sən o əliyirsən və başa düşürsən ki, məsəl üçün sən sırf oxucu kütlən 30.000 yox, 25.000-dir, 20.000-dir, bu cür davam eləyir. Elə bu söhbət eləmişik alqoritmlərdən. Bilirsiniz, bu son illərdə bizim həyatımıza girən nüanslardan biri də bu süni intellektdir. Burada təxminən bir neçə ay öncə sənətşünas qonağım olmuşdu Təyyibə xanım. Təyyibə xanıma bu sualı verəndə Təyyibə xanım dedi ki, mən süni intellekt vasitəsilə sənət əsəri yaratmağa müsbət yanaşıram və bu artıq mənim üçün sənət əsəridir. Mən sizə sualımı yönəltmək istəyirəm. Və əslində hal-hazırda indi də var, məsələn, süni intellektin kitab yazanlar. Bu sizin üçün ümumiyyətcə ciddi bir ədəbiyyat nümunəsi hesab oluna bilərmi? Ümumiyyətlə bu dəqiqə xaricin özündə süni intellektdən ən yaxşı müsabiqə belə keçirirlər. Və gələcəyə doğru baxdıqca özümüzü indiki dəbnədir deyə müqayisə eləməyək. Gələcəyə doğru baxanda başa düşürsən ki, önəmli olan ideyadır. Sən ideyan nə dərəcədə parlaq, uğurludursa, o ideya üzərindən süni intellektə misal verəndə ki, bunu hazırla, avtomatik sənin qabağına qoyacaq. O cəhətdən həm müsbət yanaşıram, bu bir məsələ. Digər bir məsələ, çox insan elə bilir ki, mən götürdüm süni intellektə desəm ki, mənim üçün sevgidən roman yazı götürüb sevgidən ağzına gələn yazıb atacaq, uğurlu olacaq tipində yox. Sən əsaslandırırsan orada ki, nə formada misal üçün izah edirsən. Ümumiyyətlə götürəndə mən daha çox özüm süni intellektlə yazmaq yox da ətraflarını bəzəmək. Misal üçün bilməm görmüsünüz ya yox. Mən hal-hazırda istəyirəm kitablarımı bəstələr, musiqi bəstələri eləyirəm. Digər tərəfdən hər bölümə özəl şəkillər hazırlayıram və bunu animasiya kimi hazırlamağa çalışıram. Süni intellektlə. Bəli, süni intellektlə. Bu mənə daha maraqlı gəlir. Əvvəllər bu işi böyük bir komanda görürdüsə, bu günlərdə yəni 2-3 nəfərə sən bir şirkət belə qura bilirsən avtomatik özünə. Və bunların nəticəsində də dediyim kimi mən bu dəqiqə hal-hazırda öz kitablarımın üz qapağından tutmuş, daxili tərtibatına kimi özüm hazırlamağı öyrənirəm onların. Bu əlavə mənə stimul verir. Bu süni intellektdə biz bir növ insandır deyə yox, bir alət kimi yanaşanda daha çox onun sirrini mənimsəmiş oluruq. Mən bir izləyici sualını səsləndirmək istəyirəm. Storyda paylaşanda bir nəfər yazdı mənə ki, bəs sualımı çatdırsaz şad olaram. Sıxıntı yoxdur, yəqin ki, mən əslində sizə bildirmədən paylaşmışdım. Bu mənim xətamdır əslində. İzləyici bildirir ki, hər hansısa böyük yazıçılardan birinin yarımçıq qalmış əsərini tamamlamaq fürsəti verilsəydi, bu kimin əsəri olardı və həmin əsərə uraqan olaraq öz imzanızı necə atardınız? Böyük ehtimal ki, bu cümlə oldu və yaxud da adı oldu. Belə deyim, hansısa bir yarımçıq qalmış əsəri yox. Məsəl üçün günümüzdə bu falan əsər plagiatdır, nə bilim, falan əsər deyil kimi yanaşırlar məsələyə. Hər hansısa bir kitabdan təsirlənmə ola bilər və yaxud da ki, sən bu kitabda misal üçün də o qızla oğlan toqquşur, bütün
kitablar yerə düşür, əyilirsən götürməyə. Bu çox çeynənmiş və işlənmiş mövzudur. Amma sən bunu elə bir fərqli bir formada təqdim edə bilərsən ki, oxucuya maraqlı ola bilər. O cəhətdən yarımçıq qalmış kitab yox. Mən gələcəkdə istəyirəm ki, Gilgamış dastanının özünü götürüm. Sujet xəttini dəyişmədən öz yanaşma tərzimdən modifikasiya eləyib paylaşım. Və yaxud da ki, bu yaxınlarda elə Anar Oğuz bir yazı yazmışdı ki, Cırtdan hekayəsi nəyə görə uğursuzdur və deyir ki, çox mənfi xüsusiyyətləri var da, istismarçıdır, insanların belinə minir, nə bilim, onları divi Allahdır, onu eləyir, bunu eləyir. Mən o əsəri modifikasiya edərək qısa bir hekayə yazdım. Hekayədə öz dili ilə çatdırır ki, bəs əslində hadisələr belə olmuyor, çoxu məni qınayır. Mən 1000 il bundan qabaq yaşamışam. Əslində qalanda heç mən oğlan da deyildim, qız idim. Nənəm mənə fikirləşib ki, bəs bu kəndin cəmaatı çox sözbazdılar. Deyib ki, qoy bunu oğlan kimi böyüdək. Və artıq mən əsgərlik yaşıma çatanda mənə fikir almışdı ki, mən necə əsgərə gedib çıxacam. Bəxtimdən ayağımın altı düz idi, dəbilqə də başımdan düşürdü deyə məni aparmadılar. Və elə bir yaş həddi gəldi çatdı ki, artıq nənəm başa düşdü ki, məni evləndirmək lazımdır. Fikirləşdi ki, bəs kimlə evləndirsinlər? Fikirləşdi ki, bu çöp yığan oğlanların birinə ələ verirsə daha yaxşı olar. Elə o yağ pendiri sırıdı, götürdü bunlara verdi ki, bəs mənə də sırısın onlara. Və məni özlərindən götürmək istəmirdilər. Mən dedim ki, bu çöp-çöpü yığırsınız, aparıb yandırırsınız. Orada bir dənə dilafruz kişi var. Gəparaq onu sataq buna. Bunlar bəyəndilər, məni də özlərindən götürdülər. Mənim də ayağımın altında düzlüyü vardı deyə mən istəmirdim. Daha doğrusu çox yeriyə bilmirdim və hər dəfə məcbur qalıb mənə görə dayanırdılar. Mənə görə dayananda avtomatik hər dəfə yerdən daha çox odun yığmağa başlayırdılar və cəmi bir dəfəsində mən dedim ki, nə olar mənə belvizdə bir viz götürün. Deyir, mənə bellərindən götürdülər və sonra məlum oldu ki, mən əslində qızam. Mənim adım çıxdı. Əslində ki, bəs əvvəldə mənə bellərimdə daşıyırdılar. Sonradan baxdım ki, yox, mən bu qədər oğlanın arasında adım çıxdı, kənddə adım olacaq. Başa düşdüm ki, bunlardan özümə ər tapa bilmərəm və fikirləşdim ki, başqa birini tapmalıyam və qarşı tərəfdə yol ikiyə ayrılırdı. Bir tərəfdə İt Həmidin evi var idi. Digər tərəfdə də Dilafruz kişinin evi idi. İşıqlı belə imkanlı kişi idi. Mən fikirləşdim ki, bəs bu İt Həmid həmişə həqiqətləri deyir, düzdən danışır, amma heç kim onu saymayacaq, acından öləcəm də. Fikirləşdim elə bunları yönləndirim bu tərəfə. Dilafruz kişi də yekəpər bir kişi idi. Yaxınlaşdım və orada artıq başa düşdüm ki, mən bununla evlənsəm daha yaxşı yaşaya bilərəm. Orada deyir, misal üçün, div məni bişirib yedi məsələsində. Əslində mən istəyirdim ki, o məni bişirsin, yesin. Bu tipdə və deyir, orada misal üçün o çayda boğuldu məsələsində. Əslində biz həmin gecə şərabdan içdik, orada məst olub boğulmuşduq orada. Onun allegoriyası idi, onu nəzərdə tutur və deyir, mən günün sonunda da elə oldu ki, o məni yedi, ömrümü yedi. Mən də bu hadisəni məcbur qalıb bu formada danışmağa başladım. Deyir, mənim əslində çox hekayəm var idi. Prosta Azərbaycan xalqına ən yaxını buydu deyə bu yadda qaldı. Cırtdanın 21-ci əsr versiyasıdır. Bəli. Bu modifikasiya olunmuş bir yumor qatılmış bir versiyasıdır. Yəni bəlkə də kimsə belə qulasıb deyir, nə gic danışır bu. Bir eksperiment aparmaq üçün belə bir hekayə də yazdım. Bir yazı hardasa var, saytınızda var yoxsa? Öz saytımda da var. Uğurlu saymıram amma var. Amma maraqlıdır yəni 20-ci əsrə belə deyək çevrilməsi. Bəli. Deməli bu bizim şablon, bizim də şablonlu suallarımız var təbii ki. Standart suallarımızdan biri. Sizə görə bütün kitablar yandırılsaydı, sizin saxlanmasını, yəni saxlanmağını istədiyiniz 3 kitab. Yerli, xarici, fərqli, amma öz kitablarınızdan əlavə. Mənim fikrimcə ilk növbədə Balaca Şahzadəni özümdən götürərdim. Ki çox böyük bir baxmayaraq ki, uşaqlar üçün yazılmış kimi görsənib, amma çox dərin bir mənası var və mənim üslubumdur da, yəni allegoriya üslubundadır o da. Bunu ilk növbədə saxlayardım. Digəri o
Gilgamış dastanıdır. Yəni ümumiyyətlə mən hadisəyə bu cür yanaşıram ki, biz günümüzdə yeniliyi axtarışındayıq. Amma yenilikdə bu son dönəm yaşayan yazıçıların yazdıqlarını oxuyaraq çatmağa çalışırıq ki, belə olmalı deyil. Bu sanki nəyə oxşuyur? Biri var ki, sən dadlı bir yemək bişirmək üçün o əti evdə bundan qabaq kiftə bişiriblər. Sən kiftəni deyirsən ki, kotlet eləyim. O dad qarışır bir-birinə. Bir də var ki, ən xam maddə hansıdır? İlk yəni hazır ətin özü. Onu tam dərindən mənimsəyəndə daha azad, orijinal bir ideya ortaya qoya bilirsən. Yəni o cəhətdən Gilgamış dastanı tarixin ilk yazılmış belə dastanını mütləq şəkildə əlavə eləyərdim. Digər isə mənimə görə çətindir əslində bura nəyə əlavə eləyim? Daha çox misal üçün Sofinin dünyası nə dərəcədə belə zəif bəlkə də sayıla bilər, amma bu üslub mənim çox xoşuma gəlir. Çünki orada məsələn ana məqsəd odur ki, sən oxucuya nəyisə çatdırmaq istəyirsən və bu hadisələrin içinə bir hekayə uydurub danışırsan və onun fonunda oxucu onu daha rahat mənimsəyir. Və deyərdim ki, Sofinin dünyası fəlsəfəyə giriş üçün ən ideal kitabdır. Hansı ki, heç bir necə deyim, heç vaxt indiyə kimi fəlsəfə oxumamış bir insanın üçün çox sadə dildə izah oluna bilər. Və burada elə bir kitablar əslində demək istədim ki, çox qəliz olmasın, ən sadə və rahat kitabları oxuyun. Hər kəs oxuya biləcək. Və hətta təkrar oxumaq istədiyi kitablar olsun. Bu arada 3 olmaya bilər. Mən bildirmişdim, yəni bura sərt qaydalar. Yəni belə bildirdiyiniz kitablar varsa deyə bilərsiniz. Davamında ola bilər, məsəl üçün Əxlaq Nasiri, onu çox bəyənirəm. Əxlaq Nasiri o dövr üçün nə qədər də yazılmış olsa da, bəlkə müəyyən punktları günümüzün aktuallığını geri qalsa da, mən çox sevərək oxuduğum bir əsərdir. Əsər burada didaktizmdir. İnsana düzgün yaşamaq qaydasını öyrədir. Nəsrəddin Tusinindir, səhv etmirəmsə. Nəsrəddin Tusinindir, bəli. Və belə hesab edirəm ki, didaktizm o dövrün əslində özünün inkişaf kitabları idi. Öz oxucusuna düzgün yol göstərdi. Günümüzdə bu biz belə hesab edirik ki, düzgün bir şey deyil ki, məsələn ağıl vermək falan, amma məsələnin kökündə sən ona ağıl verməyində yox, düzgün şəkildə yönləndirməyində gedir və ağıl vermək o zaman belə pis olur ki, sən qarşındakı adama yuxarıdan aşağı baxırsan. Mən əvvəldə də qeyd etdiyim kimi, sən oxucunu özün kimi görəndə artıq oxucu da başa düşür ki, sən ondan səmimisən və onda səni daha yaxşı qəbul eləyə bilir. Bu həm də biz nəyə oxşayır? Məsəl üçün ata gəlir öz övladlarına nəyəsə başa salanda daha çox böyük oğula deyir, böyük oğul başlayır ona onları izah eləməyə. Çünki böyük oğul daha yaxşı həm atanı başa düşür, həm digər balaca qardaşları və o nəsillərin davasında yəni sən necə deyim, bunu önəmli olan odur ki, biri var get dərsli və oxu tipindən ağıl verməli deyilsən. Onda elə bir maraq oyada bilərsən ki, o həqiqətən də oxumaq istəsin və məsələnin kökündə izah eləyərsən ki, əslində heç dərs oxumalı deyilsən də, sən götür hər hansısa bir kitabı oxusan, o sənə daha çox fayda verər və sən ona görə kitab oxuya bilmirsən ki, beyni və dərsin məcburiyyətini gətirirsən və buna görə artıq hər hansısa bir kitaba da dərs oxumaq kimi yanaşsan və günümüzdə izah eləyəndə ki, bu məktəb, universitet sistemi nəyə görə var və qarşındakı adam bunu başa düşəndə artıq sənə daha çox inanmağa başlayır. Uraqanın hansı kitabı qalmalıdır bir kitabı ki, o kitab mütləq oxunmalıdır? Qəfəsdəki məhbusları deyərdim mütləq şəkildə. Olmasa da mı? Olmasa da. Yəni mənim ümumiyyətlə digər yazdığım kitablar o kitab üçündür yoxsa necə? O kitab üçündür. Misal üçün mən bu günləri aşağı yaş qrupu üçün kitab yazıramsa, oradan artıq mənə lazım olan oxucuları seçirəm və yaxud da ki, gəlirəm buradan bir
kriminal bir üslubda yazıramsa, artıq istədiyim misal üçün üslubu oradan özümə lazım olan oxucuları toplayım və günün sonunda artıq deyəcəm ki, bax neçə ildir buna görə əziyyət çəkirdim. İndi buyurun. Artıq Çox var bəs bu o kitabı əslində oxumağa belə deyim də bir son 50 səhifəsi qalıb bəlkə də. Amma elə bir yerində gəldim. hələ ki vaxtı deyil yoxsa necə? Hə, kitabın elə bir yerində dayandım ki, baxdım ki, bu vacib bir hissədir və mən bunu belə üstündən ötərə keçə bilmirəm. Ona görə dayandım. Bu cür amma qəfəsdəki məhbusların adını çəkdim. Başqa bir ikinci siz dediniz uzatmaq olar da siyahını. Paralel həyatlar kitabı var. Orada belə normalda biz struktur necə qurulur? Ardıcıl olaraq oxuyursan. Amma elə bir kitab təsəvvür elə ki, sənə deyir ki, ya bunu seçirsən, ya bunu seçirsən. Və seçdiyin əsas hər bölümdə ayrılır şaxələrə və seçdiyin forma əsasında sən gedib detektiv janrının içinə də düşə bilirsən. Romantikaya da düşə bilirsən, nə bilim mistikaya da düşə bilirsən, tarixi dövr yaşaya bilirsən və yaxud da gələcəyə yersən, fantastik bir dövr yaşayırsan və digər maraqlı cəhət odur ki, bir tərəfdə sən kimlənsə dalaşırsansa, şahla dalaşırsansa, digər bölümdə şah sənsən. Bir tərəfdə əgər qatildən qaçırsansa, detektiv əsərdə, o bir tərəfdə qatil sənsən. Və yaxud da ki, detektivsən, düşmüsən qatili yaxalamağa çalışırsan. Bunlar hamısı kitabın içindədir. Buna bənzər əslində Kartazarın Muncuq oyunu kitabı var idi. Amma orada oxucunu seçimi o eləmir də. Yəni ki, deyir ki, indi get 57-ni oxu, səhifə 56-nı oxu. Özü yönləndirir. Burada isə artıq oxucu sırf özü. Oxucu sırf özü seçə bilər ki, bunu seçsin, yoxsa bunu seçsin. Və öz xarakteri uyğun hansıdırsa, ona uyğun seçirsən. Və düşünürəm ki, bu çox maraqlıdır. Yəni kimə danışıramsa hamı belə həqiqətən maraqlıdır. Yəni fərqli üslubdadır belə deyək. Bəli. İlk dəfə eşitdirdim. Belə açıq mənim suallarım bitdi. Həm də bir növ almaq istəklərimi aldım. Təbii ki, daha artıq ola bilərdi, amma çox uzatmaq da istəmirəm. Növbəti dəfələrdə yenə istəyirəm əslində daha fərqli mövzularda danışaq və daha ümidvaram ki, sizə o bir növ ədəbi mühitdə daha çox səs-küydə görmək istəyirəm. Ya bu səs-küy dediyim, yəni kimsə sizə tənqid və yaxud da siz kimə cavab anlamında demirəm. Yəni daha çox öz işlərinizlə əslində görünməyinizi istəyirəm və məncə əslində yəni məsəl həm sayt cəhətdən olsun, həm izləyicilərlə səmimiyyət olsun, məncə bu kifayət qədər üstün və müsbət xüsusiyyətlərdir. Belə mən çox şad oldum bu gün həm söhbət olduğuma. Sizin də son sözləriniz varsa. Təşəkkür edirəm. Yəni son sözünüzə qüvvət olan deyim ki, əgər bu cəmiyyədə məsəl üçün səni kimsə bəyənmirsə, yəni hər hansı öz kanalı var, o kanala səni dəvət eləmirsə, o demək deyil də ki, sən gedib öz kanalı yarat, öz kütləvi özün formalaşdır. Ya belə deyim, biz hamımız yolcuyuq. Ya sən kiminsə gəmisində gedirsən və ya da ki, başa düşürsən ki, sən özün bir gəmi yarada bilərsən, özün kütləni arxanca daşıya bilərsən. Oldu. Bir daha minnətdaram. Çox sağ olun. Zaman ayırdınız. Növbəti verilişlərə qədər. Sağ olun.